Bakı neftçilərinə Azərbaycan dəmir yolçularından hədiyyə olan Qala Mərdəkan Buzovna elektrik dəmir yolunun təntənəli açılışında iştirak etmək üçün Azərbaycan Komünist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin katibi Qafarzadə, Bakı Komitəsi katibi Ağababov, Bakı Şəhər İcra Komitəsi sədri Buzdakov yoldaşlar xüsusi qatarda Buzovnaya gəldilər. Yolun yeni hissəsində Buzdakov yoldaş qırmızı lenti kəsib yeni xətt üzrə hərəkətin başlandığını bildirdi. İlk qatar sahil bağları arası ilə sürətlə Mərdəkan stansiyasına doğru yola düşdü. Burada Əzizbəyov rayonunun zəhmətkeşləri qatarı təntənə ilə qarşıladılar. İzdihamlı mitinqi Əzizbəyov rayon komitəsi katibi Hacıyev yoldaş açaraq, rayon zəhmətkeşləri adından Azərbaycan dəmir yolçularına təşəkkür etdi. İnşaatçılar adından çıxış edən Şatilov və Qaverin Korun yoldaşlar rayon zəhmətkeşlərini yeni yolun açılışı münasibəti ilə təbrik etdilər. Qatar izdihamın alqışları altında yola çıxdı. Bakı neftçilərinə Azərbaycan dəmir yolçularından hədiyyə olan Qala Mərdəkan Buzovna elektrik dəmir yolunun təntənəli açılışında iştirak etmək üçün Azərbaycan Komünist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin katibi Qafarzadə, Bakı Komitəsi katibi Ağababov, Bakı Şəhər İcra Komitəsi sədri Buzdakov yoldaşlar xüsusi qatarda Buzovnaya gəldilər. Yolun yeni hissəsində Buzdakov yoldaş qırmızı lenti kəsib yeni xətt üzrə hərəkətin başlandığını bildirdi. İlk qatar sahil bağları arası ilə sürətlə Mərdəkan stansiyasına doğru yola düşdü. Burada Əzizbəyov rayonunun zəhmətkeşləri qatarı təntənə ilə qarşıladılar. İzdihamlı mitinqi Əzizbəyov rayon komitəsi katibi Hacıyev yoldaş açaraq, rayon zəhmətkeşləri adından Azərbaycan dəmir yolçularına təşəkkür etdi. İnşaatçılar adından çıxış edən Şatilov və Qaverin Korun yoldaşlar rayon zəhmətkeşlərini yeni yolun açılışı münasibəti ilə təbrik etdilər. Qatar izdihamın alqışları altında yola çıxdı.